Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda deyil proqramı efirdədir. Vətən Uzaqda deyil proqramında bu dəfə sizi Danimarkanın paytaxtı Kopenhagendə yaşayan bir soydaşımızla tanış edirik. Mənim 24 yaşım var idi. Birinci dəfə mən Bergenə gedəndə Norveçə. Məktəbi qurtarmışam, sonra konservatoriyaya qəbul olmuşdum. Bakı Müzik Akademiyasına. 2 il keçəndən sonra mən Bergenə getdim təhsil almaq üçün, amma bir illik sonra mən qayıtdım Bakıya. Bakıda işləmişəm mənim papa ilə bir yerdə. Papa rəssamdır, onun ofisdə işləmişəm. O həm də dizaynerdir, həm də rəssamdır, həm də arxitektordur. Bakıda olanda mən orqan çalmışam, konsert vermişəm. Qarşınızdakı gözəl, mehriban, istiqanlı xanım Danimarka Azərbaycanlısı Aliyə Mahmudzadədir. Onunla Danimarkanın paytaxtı Kopenhagendə işlədiyi kilsədə görüşdük. Artıq Danimarkalı bəyin həyat yoldaşı olan Aliyə bizə Avropaya necə gəlməyindən danışır. Mənim çox yaxın dostlarım Norveçdə idilər, Stavangerdə. O da mənə yazıblar ki, Aliyə, səndə yaxşı, yəni ki, yer var burada. Gözəl müəllimlər var. Bir dənə yaz, göndər öz musiqivi. Bəlkə də onlar bəyəndilər. Sən də bizim yanımızda olacaqsan. Göndərdim öz orqan ifasını. Cavab da çox tez gəldi ki, mən qəbul olunmuşam yenidən Norveçə. O Stavangerin universitetin, yəni ki, onun musiqi şöbəsi, fakültəsi. Düzdür. Aliyə Mahmudzadə yaşamaq üçün Norveçi seçir. Lakin tali və həyatın şərtləri onu Danimarkaya gəlməyə məcbur edir. Mən Norveçdə olanda bir dəfə mən qəbul olmuşam Danimarkaya, Kral Konservatoriyasına. Amma elə olunub ki, mən stipendiyanı tapa bilməmişəm. O biraz çətin idi. Ona görə ki, Norveçdə onlar kvota verirlər studentlərə. Amma Danimarkada belə məsləhət yox idi, yəni ki. Ona görə mənə biraz çətin idi. Çox az vaxt idi məndə. Bəlkə də 2 həftə, 3 həftə o stipendiyanı tapmaq üçün. Amma mən dedim ki, Norveçdə qalacağam bu dəfə. Bəlkə də davam eləyəcəm Norveçdə öz magistraturamı. Sonra yenidən, yəni ki, Stavangerdən mən bitirmişəm o 2 il magistraturanı. Sonra qaldım Stavangerdə, iş almışam 2 dənə məktəbdə. Piano müəllimi kimi, həm də kilsədə işləmişəm. Təklif gəldi. Bəli, təklif gəldi ki, mən işləyim piano müəllimisi kimi. Həm də kilsədə orqan ifaçısı olmuşam. Bu 3 dənə işim var idi o vaxtları. Gəldim Danimarkaya, həm də başladım hər şeyi sıfırdan. Mən Kopenhagendə heç kimi tanımamışam. Ancaq bir dənə ailə var idi, tanımışam. Emil, Kerim və Kemal xanım. Çox çətin olub. Bəlkə də bu ən çətin vaxtım idi mənim ömrümdə Danimarkada. Ona görə ki, gələndə heç kimi bilmirdim, heç kimi tanımamışam. Birinci gündən başlayıb ki, mən
konservatoriyaya getməliyəm, çalmalıyam, iş tapmalıyam özüm üçün, həm də təhsilimə pul verməliyəm. Yəni ki, hər yerdən problem var idi o vaxtlar. Amma indi mən geri qayıdanda özümə deyirəm ki, hər şey düzgün olub. Ona görə ki, mən çox böyümüşəm. Müəllimləri tanımışam sıfırdan, dostlarımı, başqa adamları, yəni ki, kolleqalarımı. Amma Danimarkada bir dənə bir gözəl bir şey var ki, kilsədə olan adamlar sənə çox kömək edirlər, yardım göstərirlər. Yadımdadır ki, mən dili bilmirdim o vaxtları. Gəldim işə, deyirlər mənə ki, sənə çətin olacaq, amma biz sənə kömək eləyəcəyik. Həm də belə bir şey olub ki, mən getmişəm, orqan çalıram, həm də oturam. Elə istəyirəm ki, bacarım, onlar nə deyirlər, amma çox çətindir mənə. Bir dənə yaxşı adam oturmuşdu yanımda, deyirdi mənə ki, o Əliyə indi başla. Yəni ki, indi lazımdır ki, sən bunu çalasan. O belə mənə şey verib ki, göstərdi ki, mənə əllə ki, indi lazımdır. Çox şadam ki, o adamları mən gördüm həyatımda. Musiqi onun həyatı, yaşam tərzi, eyni zamanda dolanışığı üçün əsas vasitədir. Bəs necə olub ki, Aliyə həyatını kilsə ilə bağlayıb? Kilsəyə nə cür gəlmişəm? O belə çox uzun istoriyadır. Ona görə ki, mən uşaq olanda, bəlkə də 4-5 yaşım olanda mənim nənəm hər dəfə məni aparmışdı kilsəyə. Amma Rus kilsəsinə, Pavluxin küçəsində. Mən Bülbüldə oxumuşam, piano çalmışdım. Nənəm gəlir evə, deyir ki, Aliyə, istəyirəm ki, sən orqan çalasan. Mən də deyirəm ki, ay nənə, o orqan nədir? Yəni ki, bu instrumentdir. Deyir ki, hə, bu belə çox gözəl instrumentdir, sən onu hələ ki görməmisən. Gedək baxaq konservatoriyada. Yazdıq o müəllim Tayra xanım Yaqubova, o mənim birinci müəllimim orqanda olub. Biz yazmışıq məktub ki, biz istəyirik orqan çalmağa öyrənmək. Tayra xanım dedi bizə ki, qız çox balacadır, 9 yaşı var. Yəni ki, bizdə uşaqlar gəlirlər 13-14 yaşdan sonra. Ona görə ki, sənin boyun olmalıdır ki, sən pedal çalmalısan. O çox qorxub ki, mən balacayam, yəni ki, 9 yaş elə də böyük deyil, yəni ki, elə də çox deyil. Mən gələndə gördüm ki, yəni ki, elə də çox fərqim yoxdur başqalardan. Həmin günü oturdum, Baxı çaldım, o piano əsəri, amma orqanda. Mənim müəllim dedi ki, çox yaxşı çalmısan, sən davam eləyə bilərsən kursları. Stavangerdə iş almışam, orqanist kimi. Oradan hər şey başlayıb. Orada da bilirsiniz, çox çətin idi mənə. Ona görə birinci dəfə gəlmişəm. O Norveç dili də mən yaxşı bilməmişəm o vaxtları, amma onlar mənlə ingiliscə danışıblar. Çox mənə gözəl yardım göstəriblər. Mən Norveçdə olanda mən protestan dini qəbul eləmişəm. Metodist, protestan eyni şeydir, amma biraz fərqlənirlər. Metodistlər bilirsiniz, onlar Allahı qəbul eləyirlər, onlar elə yaşa çatanda ki, öz seçimi eləyə bilərlər.
Yəni ki, 15 yaşda, 16 yaşda, 20 yaşda uşaq kimi yox. Gəlin Azərbaycanlı, bəy Danimarkalı. Yaşamaq üçün Danimarkanı seçən Aliyə Mahmudzadə ömürgün yoldaşını da bu ölkədən seçir. Həm söhbətim mənə tanışlıqlarından danışır. Biz tanış olmuşuq işdə. Mən getmişəm kilsəyə, başqa kilsəyə, burada yaxındır o kilsə. Mən çalmışam qəbirstanlıqda, orada orqan çalı var. Yəni ki, Danimarkada, Norveçdə orqan musiqisi var, yəni ki, piano musiqisi var. Mən orqan ifaçısı kimi getmişəm orqan çalmağa. Həm də bu mənim ərim, o oxumuşdu orada. Biz bir-birimizi görəndə, yəni ki, belə bir prosta adlarını bildik, həm də çox danışmamışıq ondan sonra. Sonra bir ildən sonra mən yenədən onu başqa heç təmiz başqa konsertdə görmüşəm. Yenə danışdıq, yaxşı bir musiqidən, ona görə o da musiqiçidir, mən də. Hələ ki, vaxtımız yox idi ki, Bakıya gedək, toyumuzu eləyək. Belə bir plan var, bəli, yayda. Ona görə ki, indi işim çoxdur. Belə bir gün olmur ki, mən öz atamla ya da mamamla danışmıram. Onlar, bilirsiniz, mənə çox güvənirlər, mənim ailəm. Bilirlər ki, mən seçən adam düzgün olar. Kilsə minlərlə insanın gəlib getdiyi bir məkandır. Dini baxışları ilə bağlı fikirlərini açıq şəkildə bölüşən Danimarka Azərbaycanlısı Aliyə yaşadığı cəmiyyətdə İslam dini ilə bağlı hər zaman insanları məlumatlandırdığını deyir. Bilirsiniz, mən Danimarkada 5 il yaşayıram. Danimarkalılarla danışanda hər dəfə deyirəm ki, müsəlman religiyası çox gözəldir. Ona görə ki, Qoranda yazılıb ki, Məryəmdən, İsa'dan Qoranda yazılıb. Yəni ki, məncə o çətindir onlar üçün. Ona görə ki, onlar bilmirlər Qoranda nə var, nə yazılıb. Mən onu deyəndə onlar mənə baxırlar, çox belə təəccüblənirlər ki, necə belə bir şey olar, mən düzgünü deyiləm. Yəni ki, o belədir, əgər yox. Deyirəm ki, bilirsiniz, müsəlmançılıq gözəl bir şeydir. Bilirsiniz, burada bizim konsert olub, 28 mayla bağlı. Çoxu da Danimarkalı gəliblər konsertə. Bizim musiqi, bizim kulturamız çox onlara uyğundur. Yəni ki, uyğun deyil, amma onlar sevirlər. Gəlirlər, deyirlər, məsəl üçün, nə gözəl mahnı idi, Aliyə, sən onu yenidən çala bilərsən, oxuya bilərsən. Sarı gəlin, yəni ki, bizim Karayevin əsərləri. Bilirsiniz, mənim müəllimim Tahirə xanım Yakubova. O gözəl bir transpozisiya eləyib orqan üçün. 7 gözəl baleti, məsəl üçün. Trapoy Groma, İldırımlı yollarını, bəli. Sonra Karayevin prelüdiyaları, küçələrə su sətmişəm, çalıram hərdən özüm, notsuz. Prosta özümdən, yəni ki, akordları da oxuyuram da, sarı gəlin. Yəni ki, çox belə xoşlarına gəlir. Mən görürəm ki, ruhları açıq olub. Yəni ki, konsertə deyiblər ki, sonra, yəni ki, bu birinci konsert olub, amma istəyirlər ki, mən davam edeyim. Çoxlu konsertlər çalım Azərbaycan musiqi ilə.
hər o çaldığımı sevirəm. Uzeyir Həcibəyevin əsərləri çox sevirəm. Sevil operanı çox sevirəm. Mən çox çətindir ona görə ki, mən o qədər musiqi çalıram. Çox çətindir deyim ki, ancaq bunu ya da bunu. Mən burada Danimarkada fəaliyyət göstərirəm ki, o diasporadan, yəni ki, koordinator kimi. Ona görə ki, biz yəni ki, Kəmalə xanımla, Kərimlə bir yerdə işləyirik. Tədbirlərimiz olur. Ona görə mənə çox vacibdir ki, bizim musiqimiz yaşasın buradadır, yəni ki, xaricdədir. Mən fikirləşirəm ki, bir gün gələr ki, belə bir gözəl bir gün olar ki, mən də ana ola bilərəm. Çox vaxtı keçirirəm ki, Bakıdan fikirləşirəm. İstəyirəm ki, Bakıya gedim, Bakıda olum. Hər şeydən. Dənizdən, Bakıdan, yeməkdən. Yəni ki, elə çoxlu bir şey var ki, mən deyə bilərəm sizə ki, prosta darıxıram öz ölkədən. Sevirəm Bakını, sevirəm Azərbaycanı. Həm də çox vacibdir ki, sənin uşağın, sənin övladın sənin kulturalı bilsin. Məsəl üçün, ailəm gələndə biz Azərbaycan yeməyi olub bizdə, yəni ki, evimizdə mütləq. Yəni ki, mən bura gələndə Kopenhagenə, Bakıdan hər dəfə paxlavanı götürürəm özüm üçün. Hər bir şorqoğal olsun, yəni ki, nəsə belə şirniyyət olsun, Bakıdan olsun. Həm də özüm də çox sevirəm ki, bişirməyi çox sevirəm mən özüm. Bir problem var ki, evdə olmuram elə də çox ki, rahat-rahat olum evdə yemək bişirim, evə baxım. Dilin təfəkkürə təsiri şəksizdir. Xaricdə yaşayan azərbaycanlıların ana dilini unutmaması sadəcə könlümüzün istəyi deyil. Bu sahədə Azərbaycan dövlətin diaspor siyasətini həyata keçirən Diasporla İş üzrə Dövlət Komitəsinin konkret layihələri var. Azərbaycanlıların bir-biri ilə əlaqələrinin möhkəmlənməsinə, şəbəkələşməsinə təsir edən həmin layihələr onların Azərbaycan dilini unutmamasına və yeni nəslin Azərbaycan dilini öyrənməsinə də ciddi təsir edir. Danimarkada azərbaycanlı çox deyil. Onlarla görüşəndə hansı dildə danışırsınız? Qarışıq dildə məncə. Rus dili, Azərbaycan dili, yəni ki, çətindir demək bu dil, amma yəni ki, bizdə çox qarışıq dildir. Bülbüldə mən Rus sektoru qurtarmışam. Yəni ki, ailəmizdə də biz Rus dilində danışmışıq hər dəfə. Amma ümumiyyətlə mənim çoxlu dostlarım Azərbaycan dilində danışırlar. Yəni ki, Bakıda yaşayan dostlarım, həm də mən Stavangerdə oxuyanda orada da dostlarım çoxu Azərbaycan dilində danışıb. Ətrafındakı insanlarla müxtəlif dillərdə danışan Aliyə ana dilini unutmadığını bizimlə Azərbaycan dilində danışaraq bir daha göstərir. Mən bizim bayrağımızı çox sevirəm, həm də mən çox, bilirsiniz, hər dəfə özümə deyirəm ki, nə gözəl bir şeydir ki, mən Azərbaycanlıyam. Mən çox şadım ki, mən burada olaraq mən elə fəaliyyət göstərə bilərəm ki, mən həm də Azərbaycandan musiqi çala bilərəm, həm də Danimarkanın musiqi. Yəni ki, mənim üçün o, deyim sizə ki, mən o barədə düşünəndə ki, çox gözəl bir şans var məndə ki, mən Danimarkada olaraq Azərbaycan mədəniyyətini göstərə bilərəm. Çox gözəl bir şeydir. Bilirsiniz, mən Bakıya gedəndə deyirəm ki, nə gözəl, indi mən evə gedirəm. Kopenhagenə gələndə, Danimarkaya gələndə aynı şey deyirəm ki, bu da mənim vətənimdir. Bilirsiniz, o vətən, Azərbaycan vətənim, o mənim doğma vətənimdir ki, Allahdan verilib mənə.
Amma Ana bu vətəndir. bəli. Amma bu Kopenhagendə mən hər şeyi özüm qurmuşam. O da bilirsiniz biraz başqa bir şeydir, yəni ki. Çətin olub, amma məncə gözəl qurtarıb. Mən gedirəm hər il Bakıya, amma belə olmalıdır ki, vaxtım olsun. Yəni ki, kilsədə işləyəndə vaxt yoxdur. Mən dekabrda, yanvarda heç bir vaxt yoxdur ki, mən gedim. Yəni ki, yeni ili ailəmlə olum. Amma iyulda hər dəfə gedirəm. Hər il. Yəni ki, mənim üçün çox vacibdir ki, mən gedim Bakıya, görüm ki, hər şey yerindədir, hər şey mən gedəndən belə bir şey olub, aynı şey qaldı. Qarabağda tarixi qələbəmizdən sonra Vətən Uzaqda deyil proqramına müsahibə verən soydaşlarımız mütləq yaşadıkları qələbə sevincini də bizimlə bölüşürlər. Bizi daha da möhkəm birləşdirən tarixi qələbə ilə bağlı. Korona vaxtları idi. Nə adam gedə bilirdi Bakıya, nə gələ bilərdi. Yəni ki, mən burada olaraq çox vaxtı var idi ki, mən fikirləşdim necə olacaq. Bütün günü mən TV-də olmuşam, yəni ki, o nə cür iş gedir, nə cür hər şey baş verir. O gün gələndə xatırlayıram ki, mən ağladım. Mamaya zəng vurdum, papaya zəng vurdum, onlayn danışdıq. Yəni ki, çox belə bir bizdə, ailəmizdə çox belə bir şok kimi oldu. Çoxu adamlar gəlirlər yanıma, deyirlər ki, nə gözəl ki, sən başqa ölkədəsən. Yəni ki, sən bizə gözəl musiqi çalırsan. Mən çox vətənpərvər adamam məncə. Sən bu elin olursan, vətənine yaxın dur, vətənine yaxın dur. Danimarkanın gülərüz, mehriban azərbaycanlısı Aliyə Mahmudzadə ilə çaldığı musiqinin sədaları altında sağollaşıb Azərbaycana dönürük. Onu isə soyuq Danimarkaya əmanət edirik. Əsas odur ki, Aliyə Danimarkada xoşbəxtdir, çox xoşbəxtdir. Vətən Uzaqda deyil proqramının vasitəsilə biz dünyanın 40-dan çox ölkəsində çəkilişlər aparmışıq. Və bu proqram vasitəsilə yüzlərlə azərbaycanlını sizə tanıtmışıq. Onlar xarici ölkələrə hansı səbəblərdən köçüb, hansı işlə məşğuldular, vətən həsrətləri necədir? Bununla bağlı sizə maraqlı proqramlar təqdim etmişik. Dünya azərbaycanlılarının proqramı olan Vətən Uzaqda deyil proqramı bu dəfə sizi Danimarkanın paytaxtı Kopenhagen şəhərindən salamladı. Gördüyünüz kimi bugünkü görüşümüz soyuq və küləkli bir havaya təsadüf etdi. Yeni ölkələrdə, yeni proqramlarda görüşənə qədər. Yaxın dur, vətənine yaxın